Deməli, bunun arxasınca romb gəlir. Romb haqqında danışaq bir balaca. Romb bir paraleloqramın xüsusi halıdır. Sadəcə o bütün tərəflər bir-birinə bərabərdir orada. Yəni ona görə yaza bilərik ki, AB bərabərdir BC, o da bərabərdir CD, o da bərabərdir AD. Elə tərifindən də elə görünür ki, bizə deyilir ki, bütün tərəfləri bərabər olan paraleloqrama romb deyilir. Yenə burada qarşı bucaqlar bir-birinə bərabərdir. Bucaq A ilə bucaq C. Paraleloqram çox bənzərdir. Ona görə bucaq D. Bütün tərəflər bir-birinə bərabərdir. Yenə bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni paraleloqramda olduğu kimi ortaq xüsusiyyətləri var. Bir xeylam ortaq xüsusiyyəti var bunun. Üstəgəl bucaq D 180 dərəcədir və bucaq A üstəgəl bucaq D də 180 dərəcədir. Yəni bir tərəfə bitişik bucaqlar həmişə 180 dərəcə olur. Sonra rombun hansı xüsusiyyətləri var? Qarşı tərəflər paraleldir. AB paraleldir CD, BC paraleldir AD. Bərabərlik haqqında danışdıq. Perimetrə qalanda, perimetrdə belə bir şey deyə bilərik ki, onun bütün tərəfləri bir-birinə bərabərdir deyənə, bütün tərəflərini A kimi götürsək, onda P bərabər olacaq A üstəgəl A, üstəgəl A, üstəgəl A. O da bizə verəcək 4A. Deməli, perimetrimiz 4A-ya bərabərdir. Yəni, sonra diaqonallar haqqında danışaq. Rombun diaqonalları da kəsişir. Kəsmə nöqtəsində yarıya bölünürlər. Yəni, bunu deyə bilərik ki, AO bərabərdir OC, BO bərabərdir OD. Sonra deyə bilərik ki, diaqonallar bərabər deyil. Yəni, uzunluqları bərabər deyil diaqonalların. Amma bir gözəl xüsusiyyətləri var ki, birincisi, rombun diaqonalları bucaqların tənbölənidir. Yəni, məsəl üçün, bir bucaq üçün yazacağım bunu. Bucaq A-nın məsəl üçün tənbölənidir. Deyəcək ki, bucaq B, A, O bərabərdir bucaq O, A, D. Tənbölən olduğuna görə bunu hər təpə üçün yaza bilərik. Diaqonallar qeyd edeyim ki, tənböləndir. Diaqonallar tənböləndir. Tənböləndir. Sonra və diaqonallar perpendikulardır. Ona görə deyəcək ki, AC perpendikulardır B-dir. Diaqonalları bir-birinə perpendikulardır deyə bilərik. Bir də diaqonallar və tərəflər arasındakı əlaqə düsturunu yazım. D1, buna desəm, məsəl üçün A, bu da A. Bu olacaq D1 məsəl üçün. Bu olsun D2. Olacaq D1 kvadratı üstəgəl D2 kvadratı. Yəni, diaqonalların kvadratları cəmi bərabərdir 4A kvadratına. Bu da rombumuzun belə qısa xülasəsi. Dalınca bunun gəlir düzbucaqlı. Düzbucaqlı. Düzbucaqlı əslində uşaqlar ibtidai sinifdən çox yəni məlumatlıdırlar. Düzbucaqlı ilə bağlı daha böyük məlumatları var. Deyirik ki, düzbucaqlı bütün bucaqları 90 dərəcə olan paraleloqrama düzbucaqlı deyilir. Düzbucaqlının bütün bucaqları düzdür, yəni 90 dərəcədir və bir-birinə bərabərdir. Deməli deyirik ki, bucaq A bərabərdir bucaq B, o da bərabərdir bucaq C, o da bərabərdir bucaq D, o da 90 dərəcədir. Bu bir. İkincisi, qarşı tərəflər bərabərdir və paraleldir. Ona görə yazacaq ki, AB bərabərdir CD, BC bərabərdir AD. Həm də paralellik var bu tərəflər arasında. AB paraleldir CD, sonra BC paraleldir AD. Mütləq bu paralelliki yaddan çıxartmayaq. Bucaqların 90 dərəcə olduğunu dedik. Sonra diaqonallar haqqında nə deyə bilərik?
diaqonallar haqqında deyə bilirik ki, diaqonallar bir-birinə bərabərdir. Kəsişir və kəsmə nöqtəsində yarıya bölünür yenə. Ona görə deyirik ki, AO bərabərdir OC, bir də ki, BO bərabərdir OD. Kəsişir, kəsmə nöqtəsində yarıya bölünür və diaqonallar bir-birinə bərabər olur. Amma yenə də nə bucaqlarının tən böləni deyil, nə də ki,